Hər kəsənin bir yəqinliyi var və öz yəqinliyinə də əməl edir. Allah hamının orucunu qəbul etsin. Bu niyyətlə inşallah hamıya qarşı bu cür olaq. Və daha sonra Ramazan aylar içərisində deyirlər 11 ayın sultanıdır. Peyğəmbərimiz buyurur ki, Ramazanın gecələri bütün gecələrdən üstündür, gündüzləri bütün gündüzlərdən üstündür. Və hələ bu üstün vaxtın içərisində bir üstün də vaxt var. Nə zamandır o üstün vaxt? Həzrət buyurur ki, fi avqatis sələ, namaz vaxtı. Azan verilən vaxt ümumilikdə üstün vaxtlardan, duaların qəbul olunduğu vaxtlardan hesab olunur. Həzrət buyurur ki, fə innəhə əfsəli saat. Azan verilən vaxt, vaxtlar içərisində ən üstün vaxtdır. Ramazan ayında nələr edək? Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin tövsiyəsidir. Həzrət buyurur ki, uzun səcdələr edin. Uzun səcdələr edin. İndi bir nəfər gəlir Peyğəmbər sallallahu yanına, deyir, istəyirəm cənnətdə səninlə qonşu olum. Həzrəti Peyğəmbərə bu cür deyir. İstəyirəm səninlə cənnətdə qonşu olum. Deyir, cənnətin gözəlliyi bir yanan Peyğəmbər sallallahu qonşu olmaq ən üstün mərtəbə, ən üstün zirvədir. Həzrət buyurur ki, mənə kömək elə günə. Əgər istəyirsənsə cənnətdə mənə qonşu olmaq, mənə kömək elə günə. Bir Peyğəmbərə ki, necə kömək edin? Həzrət Peyğəmbər buyurur ki, səcdələri uzat günə. Uzun səcdələr et günə. Burada da, bu kəlamda da Həzrət buyurur, deyir, və zuhurəkum səqilətun min avzarikum. Bir sizin çiyinlərinizdə, sizin kürəklərinizdə ağır yüklər var. Ağır yüklər var. Fəxəffifu ənhə bituli sucudikum. Uzun səcdələrlə o çiyninizdə olan yükünüzü yüngülləşdirin. Uzun səcdələrlə.